Salam, necəsiz qızlar? İnşallah ki, yaxşısınız. Bugün rayondayam, part 1. Deməli, bugün gəlmişik, bizi çağırıblar və ailə dostumuz var burada, mama günü. O, xanımın ad günüdür, Mərbət xalanın. Ora. Və məndən bəzi xanımlarım kosmetika bəzənmə videosu istədilər. Bunu ona görə çəkmişəm, yəni bunun qonaqlıq videosunun heç bir əlaqəsi yoxdur. Başlayaq. Necə olacaq bilmirəm. Birinci növbə mən üzümü nəmləndirməklə başlayıram. Çünki mənim dərim maalesef çox quru. Allah, burada it yəsini tanımır. Ona kimi də dodaq nəmləndirək. Ki pomada dudağımızda pul olmasın. Daha sonra keçdik. Bir keçə bilsək keçəcəyik. Keçemiyoruz. Arkadaşlar geçemiyoruz. Siz kosmetikalarının yarısı orada, yarısı burada. Kosmetikalarım var. İstifadə etməsəm də varımdır. Ben qəşəng nəmləndirici. Mən ancaq bu nəmləndiricidən istifadə edirəm və quru dərli xanımları tövsiyə edə bilərəm. Evin işığı zəifdir rayonda. Ona görə də Amin düşə bilir. Bir dəqiqə. Deməli Amini ör başımı bərkitdim və başlayıram üzümü nəmləndirməyə. Çünki dərim çox qurudur və üzümü bolca nəmləndirirəm ki dərimin quruluğu biraz da olsa keçsin. Mama gildə böyük güzgü yoxdur deyə belə bir şey tapdım. Arkadan Amin'e sesini eşidirsiniz. Bugün Amin biraz narahat olmuştu, kalmıştım həkimə şükür. İğnəcəl vurdular. Getirdim. Yeməli. İndi keçirik. Bunun qapağını tapadım, ama neyse. Bu biraz üzümdə qalacaq. Nəmləndirici. Üzümdə qalacaq. Onun kimi keçək. Amin'e bakın. Amin elə bir uzun hava çalır ya. Allah'ın olsun. Kapağını tapan kimi görəcəm. Sonra mən makyaj altı bir dənə baza üzümə çəkməliyəm. Çünki kosmetika üzümdə bu sur. Yəni bildiyiniz üzümə qaytarır yəni. Reallığı budur maalesef. Mən işlədəcəyim şeyləri bura koyum. Deməli, Notun tonal kremi ilə mən qarışdıracağım. L'Oreal'in tonal kremini. Daha sonra Tarte'ın concealer'ı, transparan pudra, sponcum, tonal krem için sponcum, dodaq pomardası, kepri qatlayan dodaq konturu. Dodaq kombosu etmək üçün dodaq konturu və Kiko'nun muhteşem bir gloss. İndi makyaj altı baza. Çəkək üzümüzə. Bu nəyə görədir xanımlar? Tonal krem üzdə çopur oturmasın deyə. Yəni üzləriniz nə qədər nəmləndirsək də bunun tonal kremlə heç bir əlaqəsi yoxdur. Üzlərimiz tonal kremdən zədə almasın deyə nəmləndiririk. Çünki içində olduğu vasitələr dərimizi zədələyir. Belə qəşəng. Baxın, ışıl nəmləndirir də yəni üzümü. Bu nəmləndirici mən aptekdən alıram və uzun illərdir işlədirəm və şiddətlə tövsiyə eləyəcəyim. Baxın, böyük bir qiymət də yoxdur. 2 manat 95 qəpikdir, mən var ki 3 manat.
qiymət var, amma yəni möhtəşəmdir də. Daha sonra keçdik tonal kremimizə. Deməli, əlimdə birazcık dağıtacağız bu Notun tonal kremi ilə. L'Oreal'ın tonal kremini. İkisini birlikdə qarışdırıram elə. Boy bir qələmin başladım, qarışdırdıq. Belə kattık, karıştırdık birbirine. Götürürüm sponcumu. Gərək sponc qabağım yoxundu. Bu qələmdəkini çəkirəm birinci növbədə ora və pıt üzümə tətbiq edir. Baxın. Görürsünüz. Sponj mütləq şəkildə nem olmalıdır ki, nem dediğim suyun içində yox ha. Nem olmalıdır ki, tonal krem üzdə qəşəng otursun, sərbəst şəkildə yayılsın. Evin rengi qaranlıqdır deyə evin ışığı. Mən rahat tuttura bilmirəm. Mənim göz altlarım qaradır deyə tonal krem açıq olduğunda mən göz ətrafıma da tətbiq edirəm. Konsiler çəksəm də, yəni yenə də tətbiq edirəm mən. Düzdür. Belli düşərsində itmək olmaz, amma nə yapayım? Nə yapayım? Deməli belə. İndi keçirik. Tonal kremi yaydım üzümə çox qəşəng şəkildə. İndi keçirəm Tarte'ın konseleri, hansı ki bilirsiniz, mən bunlardan satırdım. Baxın, hər biri satdığım məhsullarda var idi. Baxın. Tarte'ın konserlerini göz altıma tətbiq elədim. Keçirək bunu kiçik sponjla. Yaymağa. Makyajı bitirdikdən sonra mən şey deyəcəm, yəni işıqlı şəkildə rahat göstərəcəm sənə, narahat olmayın. Çıxacağım həyata, qəşəng göstərəcəm. Sonra götürürük təbii ki transparan pudramızı alırıq. Mən bu sponjdan istifadə edə bilmirəm, amma üzərindəki pudranı götürürəm. Heyif olmasın. Nə də olmasa bunlara pul verilir, yəni. Möhtəşəmdir, yəni bu pudra. Qızlar bütün kusurları həqiqətən örtür. Wow, yəni çox qəşəng oldu. Siz oradan tam şekilde görebilirsiniz. Ama hakikaten öz sözünü dedi. Pudra öz sözünü dedi. Yani dedi ki ben buradayım, ağıllı ol. Dedim baş üstə.
Biraz da sürteceğim. Çünkü benim göz altlarım bilirsiniz ki qara olduğu için ben bundan çok istifadə edirəm. O kusurları bağlayayım diye. O da yani yorğunçuluqdan irəli gəlir. Göz altında yaranmış qaralar. Her biri yorğunçuluqdan. İndi biraz saxlayacağım bunu. Sonra fırçayla dağıdacağım. Ki biraz üzümə otursun. Tamam. Transparan pudra. Sonra keçiri. Ay, neydi bunun adı? Dodaq pambusunu. Ben ilk önce dodaqdan başlayıram. Bilmirəm niyə. Baxımı da satdığım konturdandır. Biraz belə dağdan fason edirəm ki dodağını qəşəng görsünüz. Bakın. Belə konturladım. Yəni konturlama düzgün eləsəz dodaq zaten həcmli görsənir. Mən hər zaman deyirlər ki, sənin dodağında nə bilim nəsə bir prosedur var, amma heç bir prosedur yoxdur canlar. Mən kocişim icazə vermir. Versəydi elətdirərdim. Nə yalan deyim. Amma ki icazə vermir. Ona görə belə konturla istədiyim şeyi edirəm. Üzərindən də Kiko'nun 04 nömrəsindən glossu çəkirəm. Çok güzel oldu yani. Gəlirəm Amin. Bakın. Gördünüz. Ha, atam ne olub? Niye kışkırırsan bala? Şimdi bu pudranı yayaq belə üzümüzdə saxladığımız pudramızı yayalım. Böyle. Bir dakika bekleyin.